Mənə deyirlər, özündən niyə razısan bu qədər? Mən də onlara bir dənə demək istəyirəm ki, özümdən razıyam, 2 oğul anasıyam. 2 oğulu tək böyüdürəm. Ona görə özümdən razıyam. Özümdən bilsən niyə razıyam? 2 oğulu bugünə kimi boya başa çatdırıram. Birinin 14 yaşı olur bu ayın axırı. Birinin 15 yaşı var. İkisi də sağlamdır. İkisi də özünü apara bilir, ağıllıdır, tərbiyəlidir. Elə mənə ikisi də gözü toxdur. Uşaqlarımın gözü toxdur, tox. Geyimindən belə qalmırlar. Bu qız eləyir onlar üçün. Kasıbda olsam varlı kimi yaşayıram. Hər şey alıram balalarım üçün, hər şey. İşte bu mənim balalarım heç nəyə gözləri olmasın. Hər şey alıram, hər şey. Gücüm çatana alıram. Nə ilə alıram? Nə ilə qazanıram onunla. Kim nə deyir mən haqqımda desin. Bu qədər insan məni sevir. Kaç nə paxıllığımı çəkən olar. Mənim paxıllığımı çəkənlərə buradan bir dənə misracım var, misracım. Gəlin mən kimi olun. Bəli, həyatı sevən qadını. Çox güclüyəm. Ona görə də bu canlıda pis yazanlar var ha. Nol vinimaniya sizə, nol reaksiya. Siz mənə yer işimi belə yeriyə bilməzsiniz. Elədiyim işi belə eləməzsiniz. Əllərimə bax, damarlar çıxıb. Elə belə çıxmayıb. Xəmir vura-vura. 500 min izləyicim var Instagramda. Elə bir siz asandır onu yığmayın. Mən cəmat gözümə, figurama, saçıma aşıq olub mənə atmayıb takip. Mənə əl işlərimə görə atıblar, bildiniz? TikTok böyük səhifəm var, 800 min. YouTube səhifəm var. İnsanlar məni sevir, bildiniz? Siz pis yazanlar, ürəyiniz pisdir. Əxlaqınız yoxdur, tərbiyəniz yoxdur. Ana, ata tərbiyəsi görməmişsiniz. Amma mən ana, ata tərbiyəsi görmüşəm. Ona görə məni bu qədər sevirlər. Mən bunda da qalaram. Belə də qalaram. Dəyişilmərəm. Siz yazın, görək nə haçana kimi yazırsınız.